Bəziləri baxırsınız, hicabı adət üzrə taxırlar. Yəni, bəziləri baxırsınız ki, hicabı İslam dininin adını batırmaq üçün taxırlar. Və bəziləri baxırsınız, Allah qorusun, hicabı pis-pis əməllər etmək üçün taxırlar. Bəziləri hicabı yəni öz ayıblarını gizlətmək üçün taxırlar. Subhanallah. Yəni, bunlardan getmir söhbət. Söhbət sırf Allahın əmridir deyə hicab taxan və həmçinin Allahın əmr etdiyi formada hicab taxan qadınlardan gedir söhbət. Bu nemətlər, bu faydalar sırf onlar üçündür. Yoxsa ki, yəni hicab taxmış və həmçinin də bütün bədən əzalarını bildirən və həmçinin də hicab taxdığı halda hicab taxmayanlardan daha çox özünə cəlb edən qadınlara aid deyil. Yəni bəzən subhanallah qadınların elələri hicab taxır ki, bəlkə də o hicab taxmasaydı o qədər insanları özünə cəlb etməz. Taxdığı hicabla, geyindiyi paltarla o qədər insanı özünə cəlb edir ki, digər insanlardan daha çox fitnəyə səbəb olur. Ellərdən Allaha sığınır. Ona görə burada məqsəd nəzərdə tutulan Allahın əmr etdiyi formada hicab taxan şəxslərdən, qadınlardan gedir söhbət.